Salam əziz və dəyərli izləyicilər. Keçən dəfə iş dəvəti haqqında bir video çəkdim. Baxdım bəziləri bunu başa düşməyib. Girib mənə özəldən yazırlar ki, mənə kömək elə, mən orada başa düşmədim, mən orada belə elə. Yəni mənə yazırlar özəldən. Deməli, bunu başa düşmək üçün videonu diqqətlə izləməlisiniz, diqqətlə dinləməlisiniz. Ondan sonra mən etdiyim kimi oradan girib etməlisiniz ki, necə eləmək lazımdır. Yəni çətin heç bir şey yoxdur. Heç kimə pul vermirsiniz. Pulsuz öz iş dəvətinizi özünüz alırsınız və gəlirsiniz. Gedib kiməsə 3-5 min manat verməyə ehtiyac yoxdur. Videonu diqqətlə izləyin, diqqətlə dinləyin, nə etmək lazımdır. Deməli, girirsiniz Google-a ilk öncə. slovakia.com yazdıqdan sonra sayta daxil olursunuz. Slovakiyanın rəsmi dövlət saytıdır bu. Gördüyünüz kimi rus dilində gəlir və Slovakiyada rus dili keçir. Slovakiya vizasından Avropanın hər yerində gəlib işləyə bilərsiniz. Slovakiya Avropa ölkəsidir, Avropa Birliyində var. Burada yazır ki, Brinivsi hər şeyi qəbul et. Bura qəbul etdikdən sonra, bax gördüyünüz kimi burada ilk öncə sizi Volkswagen, Slovakiyada olan Volkswagen şirkəti qarşılayır. Volkswagen. Bura daxil olursunuz, agentstvadır bunlar. Burada görürsünüz, bax adresi yazır. Telefon nömrəsi yazır, e-mail adresi yazır. E-mail adresi yazır, Gmail adresi yazır. Burada bunlara göndərmək üçün burada hər bir şey qoyublar da, burada yəni ki. Deməli, bunun üçün nə edirsiniz? Buradakıları oxuduqdan sonra və saytı istəsəniz rus dilində bilməyənlər, istəsəniz saytı sol tərəfdə yuxarıda 3 nöqtəyə vurursunuz və burada çeviriyə vurursunuz. Burada rus dilində olmaması üçün. Sayt çevrilir Azərbaycan dilinə. Volkswagen aşağıda Bratislavada Volkswagen zavodu ilə rəsmi olaraq əməkdaşlıq etmək və ya əməkdaşlıq etməkdən olan agentlərin siyahısı verilmişdir. Gördüyünüz kimi yazırlar bura. Ünvan, telefon nömrəsi, elektron poçta ünvanı, hər bir şey burada var. Məsələn, buradan da sonra 3 xətt var sol tərəfdə. Gördüyünüz kimi 3 xəttə toxunursunuz. Burada vakansiyalar olan bölməni seçirsiniz. Diqqətlə videoya baxın, diqqətlə dinləyin. Buradan çevrili olaraq bunu hər daim çevirə qoyuruq. Buradan Azərbaycan dilində çevirir daim olaraq. Sayt rus dilindədir və Slovakiyada rus dili keçir. Deməli, buradan gördüyünüz kimi Volkswagen agentstvasıdır bu Slovakiyada. Şəhəri də belə var. Hansı şəhərdə olduğu hamısını girib burada oxuya bilərsiniz. Daha çoxa vurursunuz. Buradan bütün onlar haqqında hər məlumatı veriblər. Hamısını girib buradan oxuyursunuz. Kimə nə lazımdır onu axtarın, tapın. Sonra keçirsiniz buradan vakansiyalara. Vakansiyalara keçdikdən sonra gəlirsiniz. Bax, bura məsələn Minit firmasının şirkətinin burada yenə vakansiyalar var. Qeydiyyatdan keçin. Burada hamısını yazır, ətraflı məlumat verir. Aşağıda. Sonradan Bratislavada gördüyünüz kimi burada Volkswagen şirkəti var. Burada bütün nə iş axtarsanız burada hamısını tapa bilərsiniz və burada maaşı yazır. Məsələn, maaş ayda ən azı 1090 evro. İş qrafikləri. Burada bütün hər şey yazır. Yəni ki, heç bir başa düşməməli bir şey yoxdur. Sonra gəlirsiniz burada maşın ustaları üçün, avtomobil mexanika üçün məsləhət. Rus, ingilis və ya Slovakiya dillərində peşəkar CV yazın. Yazın, bu işlə qəbul olmaq şansınız əhəmiyyətli dərəcədə artırın. Və yazır adamlar burada sizə yazır. Həmçinin YouTube kanalında və gördüyünüz kimi burada maşın ustası belə axtarırlar və 31 mayda bu elanı paylaşıblar. Gördüyünüz kimi sonradan gəlirsiniz aşağı. Əgər bu maşın ustası olaraq buna CV-yə doldurmaq istəyirsinizsə, aşağıdakı daha çox olan bölməni seçirsiniz və bunların Gmail adresi burada gördüyünüz kimi var. E-mail yazan yer, ora Gmail göndərirsiniz. Gördüyünüz kimi üstündə yazır e-mail, bax bura. Baxın bu yuxarıdakı bölməyə. Burada ünvanları da var, e-mail. Gördüyünüz kimi burada CV-ni yazıb doldurursunuz, e-maila göndərirsiniz. Bax burada olan elektron poçta ünvanı. Olan yerə göndərirsiniz. Web sayta yox, elektron poçta ünvanı yazan yer var. Bax, ora göndərirsiniz. Gördüyünüz kimi.
Burada hər işlə bağlı bütün vakansiyalar burada var. Nə işi axtarsanız girin burada bir öz sahənizdə nə işi bacarırsınız onu axtarın, tapın. Burada dəvət alın, gəlin. Və sonradan burada gəlirsiniz, bax sürücü nəqliyyat. Burada sürücülər üçün kimin sürücülük vəsiqəsi var, gəlib işləyə bilər. Bu usta üçündür. Maşın ustaları, Azərbaycandan çox yazılır. Mən maşın ustasıyam, rus dili bilirəm. Rus dili bilirsən, gir burada öz CV-ni yaz doldur. Adamlar da burada yazıblar. CV-ni yaz doldur və bu işlə qəbul olma şansını, əhəmiyyətini, dərəcəsini artır. Gördüyünüz kimi yazır da burada adamlar. Sonra tır sürücüləri. Uzaq məsafəli sürücülük kimi işləmək üçün adətə sizə aşağıdakılar lazımdır. CE kateqoriyalı sürücülük vəsiqəsi və sonra taxokart və kod 95. Burada yazırlar hamısını. Buradan məsələ buna deyək ki, bu tır vakansiyasına müraciət etmək istəyirsiniz. Necə demək lazımdır? Daha çoxu seçirsiniz burada. Daha çoxu seçdikdən sonra səhifə açılır və burada sizə nə lazımdır? Taxograf kartdır, Avropa arası sürücülük vəsiqəsidir. Hamısını burada yazırlar da, yəni qoyurlar hamısını. Orada da sizə özləri kömək edirlər. Burada da hamısını yazırlar ətraflı. Nə lazımdırsa hamısını girib buradan öyrənə bilərsiniz. Orada hansı şəhərdir, kimin telefon nömrəsidir, işə qəbul edən hamısının nömrəsini yazırlar burada. Sən sadəcə bu vakansiyadan yararlanmaq üçün CV doldurursan bunlara. Bunun da maaşı ən azı gündəlik 100 evro pul verirlər. Gündə 9 saat sürürsən, yəni bu haqda məlumatım da var. Gündə 9 saat maşın sürürsən, 9 saat sonra saxlayıb dincələ bilərsən. İstəsən yat, istəsən dincəl, istəsən düş gəz. Yəni ki, çətin heç bir şey yoxdur burada. Gördüyünüz kimi burada hər firmaların özünə görə paylaşdığı işlər var. Bu firma paylaşıb burada Bratislavada, burada da elektron poçta ünvanlarıdır 83103. Jarosov şəhərindədir. Gördüyünüz kimi bax burada hər şeyi paylaşırlar. Yəni çətin heç bir şey yoxdur. Hamısının Vivaro Translog, Europa Sro, hamısının burada paylaşırlar tam olaraq dəqiq. Girib baxmaq lazımdır və sadəcə yararlanmaq lazımdır. Gördüyünüz kimi Mo Cargo. Bunların hansına istəsəniz yaza bilərsiniz. Beynəlxalq yük daşıma. Hamısı burada var. Sadəcə olaraq Gmail göndərməlisiniz bunlara. Gmail ilə göndərmək üçün nə etmək lazımdır? Sonra burada taksi sürücüsü olaraq gəlib işləyə bilərsiniz. Budur. Bolt, Uber üçün ən çox istifadə edilən taksi şirkətləri. Gördüyünüz kimi bunun da yenə daha çoxu seçirsiniz. Yenə bunu da girib buradan öyrənirsiniz. Elektron poçta ünvanlarını. Gördüyünüz kimi bax bura yazmaq lazımdır. Elektron poçta yazan yerə info hellotaxi.sk Slovakiya. Yəni bu sayta göndərmək lazımdır. Yazdığınız CV-ni, doldurduğunuz CV-ni ora göndərməlisiniz. Və burada da hamısını aşağı gəlirsiniz. Nömrələri də var, telefon nömrələri də var. Burada bütün hər firmaların özləri maşınla sizi təmin edirlər. Özləri sizə maşın da verirlər. Hamısının gördüyünüz kimi telefon nömrələri də var və lap başda da Gmail adresi var. Gmail göndərmək üçün e-posta ünvanları var. Deməli, çətin heç bir şey yoxdur. Sadəcə olaraq videonu diqqətli dinləyib, diqqətli izləmək lazımdır ki, nə etmək lazımdır. Sonradan gəlirsiniz, burada gördüyünüz kimi vakansiyalar çoxdur. İşə düzəltmə agentləri, Slovakiyada iş yerləri, sürücülük. Buradan seçirsiniz. Hansı lazımdır onu seçirsiniz sizə. Mən videonun çox uzun olmağını istəmirəm. Ona görə sizə belə başa salıram ki, yəni buradan nə lazımdır siz onu seçirsiniz. Və Volkswagen maşın zavodunda iş. Nə bilim, burada hər şeydə, yəni nə haqda araşdırsaz burada tapa bilərsiniz. Yəni zavod, fabrik, nə işləsəz onu burada axtarıb tapa bilərsiniz. Nə işində məşğul olmaq istəsəz. Hamısı burada göstərir, nə etmək lazımdır. Gördüyünüz kimi burada hamısını yazır. Barista işinə o günlərim yazırdılar mənə canlıda. Barista işi də var. Yəni nə istəsəz, elektrik işi var. Nə istəsəz o işlə bağlı bura tapa bilirsiniz. Sonra nə edirsiniz? Deməli, buradan işi tapdınız. Məsəl üçün, deyək ki, məsəl üçün taksi işinə gələnlər, ən çoxu onsuz da gəlmək istəyənlərin çoxsu taksi işinə gəlir. Sürücülük nəqliyyatı seçdiniz. Ya tır, ya taksi işinə məsələn. Deyək ki, taksi işinə gəlmək istəyirsiniz. Seçirsiniz bu vakansiyanı.
Bu vakansiyanı seçdikdən sonra gördüyünüz kimi burada hamısı qeyd olunur. Uber, Bolt üçün çox istifadə edilən taksi şirkətləri bunlardır. Sizə də hər şey barəsində özləri köməklik edirlər. Buradan deməli elektron poçta ünvanını görürsünüz. Burada elektron poçta ünvanını seçirsiniz. Burada e-poçta yazan yeri seçirsiniz. Kopyalayırsınız buradan. Kopyaladıktan sonra baxın belə kopyalayırsınız elektron poçta ünvanını beləcə info olan bölməyə qədər. Bunu kopyalayırsınız. Sonra ne edirsiniz? Girirsiniz telefonda Play Store'a. Play Store'dan Canva'nı köçürürsünüz. Canva'nı köçürdükdən sonra mən hal-hazırda köçürmüşəm. Canva'nı köçürdükdən sonra Canva'nın içərisində sizlər üçün pulsuz CV doldurmaq yeri var. Deməli seçirsiniz bunu. Burada necə CV doldurmaq lazım, hamısını sizə başa salırlar. Burada hamısını türk dilində yazıblar. Yəqin ki, türk dilində bilirsiniz. Amma bu türk dilində olan bölmələri silirsiniz. Bunların hamısını rus dilində. Burada heç bir Azərbaycan dili, türk dilində içində qalmır. Rus dilində ilk öncə seçirsiniz şəklinizi. Şəklinizi belə üstündə şəklin üzərinə bir dəfə basdıqdan sonra aşağıda sol tərəfdə dəyişdir gəlir. Dəyişdirə vurursunuz. Buradan qaleriyanı seçirsiniz fotodan. İndi məndə burada hal-hazırda şəkil var. Qaleriyanı seçirsiniz. Burada qaleriyadan bir dənə şəkili götürüb qoyursunuz oraya. Məsələn üçün mən bunu seçdim və gördüyünüz kimi şəklim orada. Sonra təsdiqləyirəm, şəklim qaldı orada. Bu peşəkar CV doldurmaqdır. Peşəkar CV necə doldurulur? Diqqətlə qulaq asın. Videoya qısa-qısa baxırsınız, sonra da girib mənə özeldən yazırsınız ki, mən başa düşmədim. Videoya tam olaraq baxsan başa düşə bilərsən. Sonra girdin, məsəl üçün burada öz adını yazırsan, soy adını yazırsan rus dilində. Deyək ki, rus dilində bilmirsən, klaviaturadan seçirsən perevodu, tərcüməni. Seçdin tərcüməni, burada Azərbaycan dilinə qoyursan, burada da rus dilinə qoyursan. Deməli, adın məsələn Muraddır. Yazırsan Murad. İndi soyadında nədirsə ardınla yazırsan soyadını. Sonra burada təsdiqləyirsən. Təsdiqlədin, gördün rus dilində yazdı orada. Sonra iletişim. İletişimdə burada. Bunları silirsən, iletişimdə olan nömrələri hamısını silirsən. Telefon nömrəsi olan bölməyə öz nömrəni yazırsan. Deyək ki, məsələn, sənin Azərbaycan nömrəndir. Deyək ki, Azərbaycan nömrəndir. Məsələn, belə bir nömrədir. Bunu yazdın, təsdiqləyirsən. Sonra keçirsən Gmail olan bölməyə. Sonra keçirsən Gmail olan bölməyə. Sonra keçirsən Gmail olan bölməyə. Gmail olan bölmədə də məsəl üçün öz Gmailin nədir? Tutaq. Sonra Gmail olan bölməyi seçirsən. Məsələn, burada yazırsan öz Gmail'ı, öz işlətdiyin Gmail'ı dəqiq yazırsan. Məsələn, mənim söz gəlişi adım Muraddır və Gmail'ımda Murad Həsənlidir. @gmail.com Tam olaraq düzgün şəkildə doldurursan və sonradan təsdiqləyirsən bunu. Aşağıdakı da adresdir. O lazım deyil. Adres onsuz da buraya yaza bilərsən. Məsələn, Bakı. Onsuz da burada özün haqqında məlumat verəcəksən onlara. Haqqında olan bölməni seçirsən. Haqqında olan bölmənin üzərində 2 dəfə bu toxunduqdan sonra silirsən hamısını. Burada yazırsan. Öz haqqında məlumat verirsən qısa onlara. Çox uzun yazma ki, çünki oxuya bilsinlər. Çox uzun yazsan oxumayacaqlar. Maksimum 100-150 karakterlik bir orada yazı yazırsan. Öz haqqında qısa məlumat verdin, onlara bəs eləyir. Rus dilində. Bunların hamısı rus dilində. Sonra bu haqqında olan bölməni seçirsən. Haqqında yazılan bölməni. Bunu da rus dilində yazırsan yenə. Bunu silirsən. Yenə burada rus dilində haqqında yazırsan. Türkçə olanı rus dilinə çevirirsən. Sonra becərilər olan bölmədə. Burada nə bacarırsan onu yazırsan. Sən taksi sürücüsü olaraq gedib işləyəcəksən də yazırsan ki, orada məsələn peşəkar maşın sürə bilirəm və taksidə bu qədər saat işləyə bilirəm. Burada onu yazırsan rus dilində. Becərilər olan bölməndə. Məsələn, yazırsan ki, mən günlük 10-12 saat peşəkar maşın sürə bilərəm və yol qanunlarına riayət edirəm və yol qanunlarını çox gözəl bilirəm. Bunu yazırsan. Sonra becərilər olan bölməndə yenə dəyişirsən, rus dilində qoyursan. Sonra dil baxımına, dil məsələsinə gəlirsən. Burada indi yazıblar ki, məsələn, C2 rus dili, A1 rus dili, belə bir şey ingilis dili. Sən burada yazırsan ki, rusca, məsələn, rusca yaxşı bilirsənsə də rus dilində yazırsan bunu. Rusca yaxşı bilirsənsə də burada yazırsan rusca B2, B1, B2 necə bilirsən, hansı səviyyədəsən onu yazırsan burada rusca. Və burada seçirsən dillər olan bölməni, rusca hansı səviyyədəsən onu yazırsan. Burada məsələn
Rus yazırsan, məsələn, qabağına bir dənə belə bir xətt, məsələn, B2. B2 səviyyəsində rus bilirsən. Sonra keçirsən aşağı hissəyə. Sonra arxasından yazırsan, məsələn, ingilis dilim var. A2, məsələn, A1. Sonra bura yazırsan ingiliscə. Bunu yazdıqdan sonra da yenə bunun qarşısına hansıdır səviyyədəsən onu qoyursan. Məsələn, A2. Deməli, A2 səviyyəsində ingilis dili bilirsən. Bunu yazdın dillər olan bölməni. Sonra bu dillər olan bölmənin üzərində toxunursan. Burada bunu silirsən. Bunu da yenə rus dilində dil olaraq yazırsan. Ki, orada başa düşsünlər sən nə paylaşırsan. Sonra keçirsən bura iş deneyimləri. İş deneyimini burada yenə də özün haqqında yenə yazırsan qısa. Orada yazdığın kimi ki, məsələn, mən gündə 12 saat maşın sürə bilərəm. Bunun hamısını silirsən. Bu, başqa bir adam üçün yazılmış bir CV-dir. Sən öz CV-ni doldurursan. Bunların hamısını sildin. Bunların hamısını siləndən sonra öz haqqında qısa olaraq məlumat yazırsan. Bu qədər çox yox. Qısa olaraq məlumat yazırsan. Və sonra gəlirsən eğitim, burada hansı peşəni oxumusan, məsəl üçün orta məktəbi oxumusan, universitet oxumusan, institut oxumusan, onu yazırsan və sertifikat olan bölmədə də bəzi işlərdə, məsələn, diplom istəyirlər, sertifikat istəyirlər, onu yazırsan burada. İndi sən taksi olaraq gəlirsən, sənə sertifikat lazım deyil. Sonra bunu qayd edirsən, burada yəni ki, zapt edirsən. Deməli, indirə vurursan bunu. CV-ni yazdın, hazırladın, heç eləmirsən. Burada indirdin, köçürdün bunu. Telefonu yaddaşına köçürəndən sonra açıb baxırsan buna. Deməli, bu sənin CV-ində hazırda, amma mən burada tam olaraq başa salmışam. Bunların hamısı rus dilində olmalıdır. Mən prosta bəzilə video uzun olur deyə mən hamısını yazmadım. Burada deməli, bunların hamısını rus dilində olursan, başlıqlarını və özün haqqında məlumatları hamısını rus dilində eləyirsən. Sonra CV necə göndərmək lazımdır, ora keçirik. Deməli, CV göndərmək üçün ondan sonra daxil olursan Gmail hesabına. Gmail hesabına daxil olduqdan sonra oluşturu seçirsən burada. Oluştur, gördüyün kimi oluşturu seçirsən burada. Oluşturu seçdikdən sonra burada həmən adamın Gmail hesabını yapışdırırsan bura. Mən məsələn taksi üçün, deyək ki, taksi üçün yazmışam. Taksiyə gedib işləmək istəyirəm. Onun üçün CV doldururam. Konu olan bölməyə də rus dilində yenə yazırsan ki, taksi işi. Keçirsən, klaviaturadan yenə seçirsən dili. Məsələn, Azərbaycan dilində bilirsən. Burada yazırsan ki, taksi işi. Məsələn, belə yazdın. Для работы taksisto. Bunu yazdım bura. Sonra gelirsən buradan yazdığın CV-ni yükləyirsən bura. Deməli, yazdığın CV-ni yükləmək üçün aşağıdakı olan bölməni seçdin. Sonra yuxarıdan, lap yuxarıdan bu bölməni seçirsən. Burada həmən o dosyanı seçirsən. Və burada sənin yazdığın CV PDF formatında olaraq gəlir. Beyaz işıq olaraq yazılıb adı. Öz avtomatik ad qoyubdur. Beyaz işıq fərqi yoxdur. Bunu seçdin. Bu sənin CV-ndir. Və sonra yenə buranı seçirsən. Buradan fotoğraflar olan bölməni seçirsən. Və buradan pasportunun şəklini göndərirsən. Deməli, məsələn, deyək ki, bu mənim pasportumdur. Bunu da seçdim buradan. Aşağıda da CV. Bu da mənim pasportumdur. Çünki onlar sizə iş dəvəti göndərəndə pasportun seriya nömrəsini göndərəcəklər. Sizin də əlinizə o iş dəvəti gələndən sonra o iş dəvətini götürüb gedəsiniz səfirliyə. Səfirliyə gedəsiniz ki, mənə iş dəvəti gəlib Slovakiyadan. Mən bu firmada gedib işləmək istəyirəm. Onlar da o iş dəvətini sənin pasportunun seri nömrəsinə görə göndərəcək. Çünki bura pasportunun şəklini çək, aydın, qəşəng şəkildə göndər. Mən hal-hazırda bunu karta pobitadır. Bu Polşanın oturum kartıdır. Onun elə-belə YouTube'dan, elə-belə mən bunu Google'dan tapıb atmışam bura. Yəni ki, öz pasportumu atmamışam bura. Siz amma öz pasportu atacaqsınız. Xarici pasportunun şəklini çəkib onu göndərəcəksiniz. Vəsiqə yox. Sadəcə xarici pasportunun şəkli lazımdır. Çəkirsən, atırsan bura. Orada onlar sənin pasportunun seriya nömrəsinə görə, sənin pasportunun seriya nömrəsinə uyğun sənə iş dəvəti göndərəcəklər. Yəni, sənin pasportunun seriya nömrəsi orada yazılacaq. Sonra bunu buradan göndərə vurursunuz, burada yuxarıda. Sağ tərəfdə, yuxarıda göndər var. Ora vurdunuz və göndərildi. Gördüyünüz kimi burada göndərildi yazır. Sonra buradan seçirsiniz göndərilənləri, göndərilənlər. Gördüyünüz kimi mən göndərdim və getdi mənim göndərdiyim onlara göndərdiyim mesaj. Hal-hazırda budur. Məsələn, onlar açacaq, baxacaq, burada mənim pasportum var.
Aşağıda mənim CV-m var. Necə CV gördüyünüz kimi hamısı açıq aydın burada görsənir. Yəni çətin heç bir şey yoxdur. Və orada əlaqə nömrən var, sənin Gmail hesabın var. Baxacaqlar 14 iş gün içində sənə geri dönüş olacaq. %100 geri dönüş eləyirlər. Sənin amma Azərbaycanda banklara borcun olmamalıdır. Sənin Azərbaycanda həbsxanan olmamalıdır. Həbsxanan oldu, başqa bir problemin oldu Azərbaycanda, sən problem yaşayasın. İş dəvətin sənə atkaz gələcək. Video bu qədər. Videonu izlədiyiniz üçün sağ olun. Orada da özünüz hansı CV-ni istəyirsiniz, onu seçə bilərsiniz. Sağ olun. İzləmədə qalın.